Dünya hansı istiqamətdə gedir, hansı kütüblər var, hansı rəqabət masaları var və bütün bunların içində təbii ki, ən gözəl tərəfi odur ki, ənənəvi 250 illik bizi sıxan sistem, əzən sistem, bizə faydalı yaratmayan sistem. İndi müxtəlif yanaşma var. Biri deyir ki, bir hegemon gedir, başqaları gəlir. Amma bu gələn daha çox koalisiya şəklindədir. Burada Türkiyənin iştirakı var, Türkiyənin də məsuliyyəti var, Türkiyənin də öz problemləri var təbii ki. Amma bu bir fərqli sistemdir. Ən azı ənənəvi sistem dağılır. Ənənəvi sistem dağılır. Burada ağırlı olacaqmı? Ağırlı olacaqmı? Azərbaycan üçün necə keçəcək? Bu sistemdə Ramiz Mehdiyevi tərpətdilər. Tərpəndi. Yəni bu sistem özü ilə kimləri aparacaq? Hansı sistem qurulacaq burada? Nə qədər ağırlı olacaq? Buyurun, bu haqda da danışaq. İkinci Qarabağ savaşının son günlərində cəmiyyətdə belə bir ümid yaranmışdı ki, ədalət gələcək, yeni bir sistem qurulacaq. Biz burada qələbə çalırıq, hətta qələbə tam yekunlaşmamışdı. Bu ümidlər, bu xalqın fədakarlığı var idi. Bu xalq bir dəfə bu dövlət hakimiyyəti, bu dövlət idarəçilər də onu bilməlidir ki, bu xalq bədəl ödəmiş xalqdır. Yəni müstəqillik üçün şəhidlər vermiş xalqdır. 20 yanvarı yaşayıb, Qarabağda o cür faciəni yaşayıb. Yəni geosiyasi o zamanki qarşı durmalar bu müharibənin mərkəz ölkəsi olub. Bugün Qəzzada və yaxud Ukraynada baş verənlərin bir başqa formasını da Azərbaycan xalqı yaşayıb və buna görə bədəl ödəyib. 2-ci Qarabağ savaşında da bədəl ödəməyə bir daha hazır olduğunu müxtəlif formalarda göstərdi bir nəfər sakinində kimi. Amma onu adekvat olmadı. Adekvat olmadı deyə, məsələn, sonradan antiterror əməliyyatları vaxtı əldə olunan nailiyyət də böyük nailiyyət idi. Bir dəfəlik separatizmin sonu idi. Xəncəndindən ermənilərin çıxması və s. Amma o cəmiyyətdə böyük emosional şeylər yaratmadı. Niyə? Çünki 2-ci Qarabağ savaşından sonra qələbədən sonra ədalətli idarə etmək istəyirdi. Onu almadı. Bunu göz ardı elədi. İndi dünyanın yeni şərtləri var. Təbii ki, prezidentin beynəlxalq müstəvidəki rolu və bir oyunçu olaraq mərkəzi konumda olması hansısa şərtlər eləyib də indi. Gücü çatıb, bacarıb, atasından qalma databazadan istifadə eləyib. Nə eləyib? İlham Əliyev faktik olaraq o klubdadır. İndi Trump hər çatanın Avropanın prezidentlərinin əlini tutur, çıxır, çəkir özü tərəfə, canlıdır, başlıdır. Erdoğan yazıq bir təhər ona izah edirlər ki, bu xəstədir, bunu eləmə, yıxılar, onu hörmət eləyir biraz da yaşına. Yoxsa bir də bizim prezidentə hörmət eləyir. Az sayda prezidentlərə hörmət eləyir görüşən. İndi bunu İlham Əliyev bacarıbdır. Mən İlham Əliyevin rəqibi oldum, olmadım, onu müdafiə eləmək istədim.